Balaları mələşir. 6 yaşında biri, 9 yaşında biri. Mələşir. Bilmirəm şu an ağzını tutam. Atam öldü, atama nə oldu? Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Marniyoli Bələdiyyəsinin Candar kəndində 31 yaşlı Rahib Abdullayev güllələnib. Yaxınlarının bizə verdiyi məlumata əsasən Rahib Abdullayev gecə saatlarında məhz bu ərazidə əyləşib və özü üçün istirahət edirmiş və ailə üzvləri isə anidən atəş açıldığını eşidiblər və daha sonra isə bu əraziyə bura gəliblər və burada isə Rahib Abdullayevin yerə yıxılı vəziyyətdə və üz gözünün baş hissəsinin qan içində olduğunu müşahidə ediblər. Hal-hazırda dayandığımız yerdə də məhz onun yerə belə deyək, qanı töküldüyü müşahidə olunur. Yaxınlarının verdiyi məlumata görə elə gecə saatlarında məhz bu əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub və araşdırmaya başlayıblar. Ailə üzvləri isə baş verən bu hadisədə öz həmkəndlilərini ittiham edirlər. Da saat 11-in rovna 20 dəqiqə işləmişdi. Bax, vaxtını da deyirəm. Mənim nəbəmdir, yaydı ölüm, hamı da içməyirəm. Bir dənə pivə alıb, gəlib orada vurulan yerdəcə oturub da içirmiş. Qaynımın oğlu da biraz alçaraq uşaqdır. O da yanında, həmişə onunla orada otururlar, söhbət edirlər. Mən düzü tez-tez çıxdım, baxdım, oturur. Gəldim Yincə ilə. Elə bil bizə dedilər ki, neşdə oturun, çərd olun hamınız. Bizi elə bil Allahdan olan kimi. Getdik çərdə, Yincə ilə otururduq, bir də onu gördüm, taqqıltı gəldi. Boy dedim, öyüm yıxıldı, rahibi vurdular. Rahibi vurdular dedim, anası dedim, mən xəstəyəm, balinsadan yoxsa. Ağız dedim, yür gedənin hoyuna gedir, nə? O yekəldə hündür oğlan, bizə qırıq olub, bax. Elə bizə də onu divayım ölürəm. Məni vurdular. Bunun bir oğlu var idi, o da öldü zooparkda, sel apardı. İndi də ondan qalan bir oğuldu. Yeni blok töküb, qariz, axıllı başlı uşaq idi. Aha, gəldi, belə oldu, ömüzü yıxdı, qapımızı da bağladı. Hamı, bir ana, bir qaynənə, 3 cavan gözəl yarı, 2 də balası o oğula baxırdı, oğul da belə oldu. Adını deyir, qanmadım. Əmə ölüm. Açığını deyirəm, bir ildir bunlar bildir bu zaman. Əmə oğludular, sözləri çərpləşib, dalaşmışdılar. Bunu anası deydi ki, biz tutturmuruq onu, başını payınıncı yarmağa. Tutturmuruq deydi, əmə deydi, bir il də keçsə, 2 il də keçsə deydi, haypa alacaq əsəd. Anasının ağzından çıxarır. Daha heç. Boy, anasının çığırtısına qanı görəndə, Allah öyüm yıxıldı dedim, dalınla hamımız yürüşdük, balaları mələşir, 6 yaşında biri, 9 yaşında biri, mələşir, bilmirəm şu an ağzını tutam, atam öldü, atama nə oldu? Təzədən skora çağırdı, bütün kənd orduydu, skora gəldi, da skora gələndə polis bilməyəcək mağrı. Polis də gəldi, şəkilli çəkdi, lentdə deyirlədi, oraya ekspert elədi, saat 6-ya qədər. Hadisə ilə bağlı xəbər portalımızın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyindən bildirilib ki, fakt üzrə Cinayət Məcəlləsinin fiziki zorakılığı nəzərdə tutan 126-cı maddəsi ilə istintaq başlanılıb.